Mən Əliyev Kərim Davaxanoğlu, Biləsuvar rayon Aşağıdura kənd sakiniyim. Oğlum Əvzadə Rüfət Kərimoğlunun təqsirləndirilməsinə dair cinayət işi hal-hazırda Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakim Əli Əliyevin icraatındadır. Həmin iş hakim Əli Əliyev tərəfindən tamamilə qərəzli və qeyri-obyektiv şəkildə aparılmaqdadır. Belə ki, hazırki iş üzrə ittiham aktına, məhkəmə icraatına çağırılacaq 16 şahidin olmasına baxmayaraq, Əli Əliyev onların 7-sini dindirmiş, 9-unu isə dindirməmişdir. Ümumiyyətlə digər 9 nəfərin ifadəsi belə elan edilməmişdir. Oğlumun məhkəmədə ifadəsini almamışdır. Qanuni prosedurlara əməl etməyərək sənədlərin tədqiqatına keçmişdir. Həmçinin hakim Əli Əliyev özünü zərər çəkmiş şəxsin müdafiəsi kimi aparır. Oğluma əsaslı şəkildə əsəbləşir, ona qarşı kobud davranır. Lakin zərər çəkmiş şəxsin yaxınları tərəfindən iclas qaydaları pozulduqda onlara heç bir irad bildirmir. Oğlumun vəkilləri tərəfindən 20-yə yaxın vəsadət verilməsinə baxmayaraq, vəsadətlərin heç birinə təmin etməmişdir.